Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçirildi. Tədbirdə EYT üzv ölkələrin nümayəndə heyətləri hansı mühüm mesajları çatdırdılar? İranla məxfi danışıqlar gedir. Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio daha hansı gizli məqamlara ilham vurdu? İran, Amerika Birləşmiş Ştatları təmasları niyə məxfi saxlanılır? Birləşmiş Ərəb Əmirlikləri OPEC və OPEC Plus təşkilatlarını tərk edir. Ölkə nə üçün belə bir qərar verdi? Səbəbini birazdan biləcəksiniz. Avropa İttifaqı və Rusiya arasındakı münasibətlər kritikləşdikcə Moldovada siyasətində mümkün dəyişiklik tələblərini sürətləndirir. Maya Sandu ərazi itkisi riskinə baxmayaraq Rumıniya ilə birləşməkdən tərəf olduğunu bəyan etdi. Bəs həm Moldova, həm Rumıniya, həm də Avropa İttifaqı buna həqiqətən hazırdırmı? Böyük qayıdış üzrə dövlət proqramının icrası davam etdirilir. Bu mərhələdə Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xanoba kəndində ailələr yola salındı. Sakinlərə mənzillərinin açarları təqdim olundu. Bu və digər xəbərlərin təfərrüatları az sonra diqqətiniz bizdə olsun. Hər vaxtınız xeyir, Hər 24-də xəbərləri izləyirsiniz. Studiyada Vəfat Yarqızıdır, indi isə daha ətraflı. Prezident İlham Əliyev sel və daşqınların təhlükəli, həmçinin zərərli təsirlərinə qarşı mübarizə üçün 85 milyon manatdan artıq vəsait ayırıb. Bu barədə dövlət başçısı sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, mart-aprel ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı və bölgələrdə ciddi dağıntılara səbəb olub, kənd təsərrüfatına, infrastruktura obyektlərinə və yaşayış evlərlə ciddi ziyan vurub.